Xədicə anamız Allah Rəsulu sallallahu aleyhi və səlləmlə İslamdan öncə, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə peyğəmbərlik verilmədən öncə ailə həyatı qurmuşdu. Və İslamdan öncə də onların ailə münasibətləri gözəl idi. Və İslamdan sonra da daha da gözəlləşdi. Hamımıza məlum olan qissədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə peyğəmbərlik verildiyi zaman bu Hira mağarasında baş verir. Necə ki bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm artıq orada ilk vəhiy nazil olur və Cəbrail əleyhissalam ona nazil olur və Alaq surəsinin ilk ayələri nazil edir və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həqiqətən də bu mənzərədən çox qorxur. Yəni ilk dəfə idi ki, o qeyri-insan, qeyri-bəşərlə üz-üzə gəldi. Bəli. Xədicə anamız Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təsəlli verdi və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yanında oldu və İslamda ilk qəbul edən məhz Xədicə anamız oldu. Yəni baxın. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tək qoymadı. Baxmayaraq ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə peyğəmbərlik verildiyi zaman Qureyş qəbiləsinin əksəriyyəti və hətta ağsaqqalları onu inkar etdi, onu qəbul etmədi, sıxışdırdılar və həmçinin öz diyarından qovaladılar, öldürməyə qalxdılar. Lakin Xədicə anamız Peyğəmbərimiz sallallahu aleyhi və səlləm daim yanında oldu. Və məhz buna görə də Cəbrail əleyhissalam sonra Allah Rəsulü sallallahu aleyhi və səlləmin yanına gəldiyi zaman nə deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə? Deyir ki, Xədicəyə salam de. Həmçinin onun cənnətdə məkanı ilə, yəni evi olduğunu müjdələ.